Hamıya salam. Sizə elə bir bağ çəkmişəm ki, bağın baxılmasına, bağın səliqəsinə, bağın şəraitinə söz yoxdur. Bağın çox hissəsini müxtəlif növ, fərqli sort alma ağacları təşkil edir və bu bağda olmayan meyvə yoxdur. İndi gördüyünüz qara qarağatdır. Bu fransız qarağatı, yəni krujovnik deyilən meyvədir. Simarodna. Bundan əlavə heyva bağıdır və onu da deyim ki, ağaclar növünün ən məhsuldar ağaclarıdır. Bu qoz bağıdır, salxımlı gətirən və iri dənəli, kövrək tez sındırılan qozdur. Fədai sortu şaftalıdır. Nektarin sortu şaftalı. Bu bağda ən çox xoşuma gələn şeylərdən biri də suvarma sisteminin dəqiq və səliqəli qurulmasıdır. Suvarma sistemi 2000 tonlu süni yaradılmış göldən istifadə olunur. Sulama avadanlıqları ayrıca otaqda saxlanılır. 400 kW-lıq transformator quraşdırılıb və ən yüksək texnologiya ilə artizan quraşdırılıb. Elə bil ki, bulaq suyudur. İl ərzində bağda görülən bütün işlər bağ sahibinin şəxsi texnikası vasitəsilə görülür və hər bir iş üçün ayrıca bir texnika alınıbdır. Bağa dərman atılması, otların biçilməsi, ağacların budanması və s. işlər bağ sahibinin şəxsi texnikası vasitəsilə görülür. Bağın qiyməti isə təcili satılır.